Hər vaxtınız xeyir olsun əziz izləyicilər, hər birinizi salamlayıram. Bizim bugünkü test izahımız DİM test vəsaitindən o, bu əvəzliklərindən sonra vergülün qoyulması haqqında olacaq. Birinci sual. Cümlələrdən hansında o əvəzliyindən sonra vergül qoyula bilər? Qoyula bilər deyirsə, demək qoyula da bilər, qoyulmaya da bilər. Yəni, o əvəzliyini kimlə sualına cavab verirsə qoyular, yəni şəxs əvəzliyi kimi işlənsə qoyular, işarə əvəzliyi kimi işlənsə qoyulmaz. Baxaq, o günü illərin əlindən aldıq. Hansı günü, hansı sualını verdik, qoyulmaz. O da Kərəm deyəni deyirdi. Kim o? Amma özündən sonra da bağlayıcısı gəlib, qoyulmaz. O unutdu elə bil. Kim o? Özündən sonra feil gəlib, qoyulmaz. O, meşədə tufan yıxmış qoca bir palıd ağacının üstündə oturub oxuyurdu. O, kim o? Kim sualını verdik və özündən sonra da isim gəlir, vergül qoyarıq. Bir də var, o meşədə. Hansı meşədə? Demək ki, cürə düşünə bilirik. Qaytarsan o sözləri, hansı sözləri? Burada qoymuruq. Cavabımız demək D variantıdır. İkinci sual. Hansı cümlədə bu əvəzliyindən sonra vergül qoyula bilər? Demək yenə qoyula bilər deyirsə, qoyula da bilər, qoyulmaya da bilər. Bu artıq A variantında qoyulmaz, çünki özündən sonra ədat gəlib. Bu böyük istiqlal peyğəmbərimizin son vida sözləridir. Bir var bu, nə bu? Bir də bu böyük istiqlal peyğəmbəri. Hansı böyük? Demək cavabımız B variantı olur. Bu həm də çağırış idi. Burada vergül qoymuruq, çünki özündən sonra bağlayıcı gəlib. Bu dünya, hansı dünya, hansı sualına cavab verir, qoymuruq. Mən bu yoldan, hansı sualına cavab verir, qoymuruq. Üçüncü sual. O əvəzindən sonra qoyulmuş vergül işarəsi hansı cümlədə doğrudur? O hadisədən sonra çox sarsılmışam. Hansı hadisədən? Qoymuruq. O ağaçları məktəblilər əkmişlər. Hansı ağaçları? Qoymuruq. O məktəb yarışda qalib gəldi. Hansı məktəb? Qoymuruq. O şagird hamının sevimlisidir. Hansı şagird? Qoymuruq. O ağaçlara qulluq etməyi çox sevir. Kim o? Kim sualına cavab verir? Demək, özündən sonra da isim gəlir. Burada demək vergül qoyulmalıdır. Dördüncü sual. Hansı nümunələrdə mübtəda vəzifəsində işlənən o, bu əvəzliklərindən sonra vergül səhv qoyulmuşdur? O, həmişə səliqəli geyinir. Geyinir kim o? Özündən sonra da zərf gəlib. Burada vergülün qoymağı düzgündür. Bu, yadda qalan hadisədir. Hadisədir. Nə bu? Bu, nə sualına cavab verir? Özündən sonra da sifət gəlib. Burada da vergül qoymağı düzgündür. Bu, yazıcının təzə kitabıdır. Nə bu? Özündən sonra da isim gəlib. Burada da vergül qoymağı düzgündür. O suvaqçıdır. Kim o? Kim sualına cavab verir? Özündən sonra da isim gəlir. Burada da düzgündür. O gülürdü. Nə edirdi? Gülürdü. Kim o? 5'i götürürük. Bu ancaq mənə inanır. Bir də 6'yı götürürük. 6'da da niyə götürürük? Bu kim sualına cavab versə də özündən sonra ədat gəlib. Ona görə də vergül qoymamalıyıq. Cavabımız olur Y variantı. 5-ci sual. Bu əvəzliyindən sonra qoyulmuş vergül işarəsi hansı cümlədə düzgündür? Yox, bu borcumdur. Nədir borcumdur? Nə bu? Elə burada düzgündür. Çünki nə sualına cavab verir? Özündən sonra da isim gəlir. Demək vergül qoyulmalıdır. Bu da B variantında qoyulmur. Çünki özündən sonra bağlayıcı gəlir. Bu dünya hansı sualına cavab verdi? Bu oxumalı. Özündən sonra feil gəlib qoymuruq. Bu gecə hansı sualına cavab verdi, qoymuruq. Cavabımız olur A variantı. 7-ci sual, 6-cı sual. Hansı cümlədə o əvəzliyindən sonra vergül qoyula da bilər? Qoyula da bilər deyirsə, demək həm qoyula bilər, həm qoyulmaya bilər. O artıq düzəlir. Artıq ədatdır, bunu çıxırıq. B variantında o da bağlayıcıdır, çıxır. O işləmir, feildir, çıxırıq. O işi xoşlamırdı. Biri var, o, kim o? Bir də o işi. Hansı işi? O işi. Demək cavabımız D variantıdır. O gün gələcək, hansı gün? Burada da hansı sualına cavab verir. 7-ci sual. Hansı cümlədə o əvəzindən sonra vergül qoyulmalı? Demək burada həm qoyulmalı, həm qoyulmamalı yox, mütləq qoyulmalıdır. O ağıllı, bilikli və vətənini ürəkdən sevən insandır. Kim o? Kim sualına cavab verir? Özündən sonra da sifət gəlir. Demək cavabımız olur A variantı. O kağızı oxuyan Səməd dərhal köməkçisini çağırdı. Hansı kağızı oxuyan? Burada yalnız hansı sualına cavab verir? O hasarı aşmaq olmaz. Hansı hasarı? O da haqlıdır. O kim sualına cavab versə də özündən sonra bağlayıcı gəlib. O gəlincə biz getdik. Biz getdik. Nə zaman? O gəlincə. Burada oya ayrılıqda sual vermirik. Çünki gəlincə feili bağlamadır və feili bağlama
onu da özündən asılı edib tərkib əmrlə gətiribdir. Cavabımız A variantıdır. 8-ci sual. Hansı cümlədə bu əvəzindən sonra vergül qoyula da bilər? Yenə demək, qoyula da bilər, qoyulmaya da bilər. Bu dünyanın oduna hansı dünyanın, hansı sualına cavab verir çıxırıq? Bu ikili insana niyə inanmalıyam? Hansı ikili insana? Bu baxışlar hansı baxışlar? Bu, hüquqi dövlətin bizə bəxş etdiyi hüquq imiş. Nə bu? Bir də bu hüquqi dövlət. Hansı hüquqi dövlət? Cavabımız olur D variantı. Bu adamdan yalnız pislik gözləyirik, hansı adamdan? Cavabımız D variantı oldu. 9-cu sual. Hansı cümlədə o əvəzindən sonra vergül mütləq indi qoyulmalıdır? O şənbə gecəsi, hansı şənbə gecəsi qoymuruq? Artıq o günlər, hansı günlər qoymuruq? O, heyrət və çaşqınlıqla üzümə baxdı. Kim o? Kim sualına cavab verir? Özündən sonra heyrətlə. Əslində burada L ixtisar olunubdur. Özündən sonra zərf gəlir. Demək, burada qoyuruq. O ancaq sənə inanır. O, kim sualına cavab verir? Özündən sonra ədat gəlir. Qoymuruq. Qaytarsan o yeriş. Hansı yerişi? Burada da qoymuruq. 10-cu sual. Hansı cümlədə o əvəzindən sonra vergül qoyulmamalıdır? O xainin, hansı xainin? Bunu çıxırıq. O, təkrar çarpayıya uzandı. Kim o? Kim sualına cavab verir? Özündən sonra da təkrar necə uzandı? Zərf gəlib, burada qoyuruq. O mahir ovçudur. Kim o? Özündən sonra sifət gəlir, qoyuruq. O sakit və fikirli idi. Kim o? Özündən sonra da sifət gəlib, qoyuruq. İlk günlər o tamam bir ümidsizlik içində idi. Kim o? Kim sualına cavab verir və necə ümidsizlik tamam sifət gəlib. Burada nəyi səhv elədik? A variantında o xainin dişlərini, hansı xainin dişlərini? A variantında hansı sualını verməlidir? Cavabımız A variantıdır. Hansı nümunədə o əvəzindən sonra vergül qoyulmamalıdır? O sirri yenə də gizli saxladı. Hansı sirri? Çıxaq. O torpaq istədi. Kim o? Elə qoyulmamalıdır istəyir bizə. Yenə cavabımız olur A variantı. O sirri yenə də gizli saxladı. O, kim o? Kim sualını da verə bilərik. Bir dəqiqə, Y variantı. O sirri yenə də gizli saxladı. O, kim o? Burada qoyulmağı düzgündür. Yəni, ola da bilər, olmaya da bilər. Olmağı da problem yaratmır. Səhvlik yoxdur. O, torpaq istədi. Kim o? Özündən sonra isim gəlir, qoyuruq. O qaçır. Kim o? Kim sualına cavab verir, özündən sonra feil gəlir. Burada qoymamalıyıq. Ona görə cavabımız C variantıdır. O, sirdaş axtarırdı. Kim o? Özündən sonra isim gəlir. O, daxilən sonsuz bir təlaş və həyəcan içində idi. Kim o? Özündən sonra da sifət gəlib. Burada, daha doğrusu zərf gəlibdir. Qoymuruq burada da. Cavabımız C variantıdır. Yəni, Y variantında qoyuruq. Üzr sayın. Bəs fikrim dağınıq oldu. Y variantında düzgündür. Səhv olan C variantındadır. Qalan variantlar düzgündür. 12. Hansı nümunədə o əvəzindən sonra vergül qoyulmamalıdır? O qızın acıqlı olduğunu əvvəlcədən sezmişdi. O, kim o? O, kim sualına cavab verdi, özündən sonra isim gəldi. O həsrətlə baxdı körpüyə. Kim o? Özündən sonra zərf gəldi. O qara damda dünyaya gəlmişik. Hansı qara damda? Burada hansı sualını verdik. O bacısından 5 yaş böyük idi. Kim sualına cavab verir, özündən sonra da isim gəlir. O diqqətlə ətrafı gözdən keçirir. Kim? Özündən sonra da zərf gəlir. 13. Hansı cümlədə o əvəzindən sonra vergül işlənə də bilər, işlənməyə də bilər. Yəni, həm şəxs, həm də işarə əvəzliyi kimi düşünə bilərik. A variantında olmaz, çünki özündən sonra bağlayıcı gəlib. Uşaqlıqdan bəri o, ən, B variantında olmaz, ədat gəlib. Səyahətə gedəcəyimizi o, bizə, burada da olmaz, çünki əvəzlikdən sonra əvəzlikdə gələndə qoymuruq. Universiteti bitirəndən bəri o məktəbdə işləyir. Biri var, universiteti bitirəndən bəri o, kim o? Bir də o məktəbdə, hansı məktəbdə? İki cürə düşünə bilirik. Cavabımız D variantı. O fikirləşir. Fikirləşir feildir. Ona görə burada da vergül olmamalıdır. 14. Cümlələrdən birində o əvəzindən sonra vergül qoyula da bilər, qoyulmaya da. Demək, A variantında olmaz, kaş ədatdır. Odan sonra kaş gələndə qoymuruq. O qızı yamanca danladı. Bir var o, kim o? Bir də o qızı, hansı qızı qoya bilərik. O avtobusla gedərsiniz. Hansı avtobusla? Qoymuruq. O məsələni həll edə bilməmişəm. Hansı məsələni? Qoymuruq.
O oxuyarkən dincəlir. O kim sualına cavab verir, amma özündən sonra feil gəlir, qoymuruq. Cavabımız B variantıdır. 15. Cümlələrin birində o əvəzindən sonra vergül qoyula da bilər, qoyulmaya da bilər. Ehtimal ki, o çatar-çatmaz. Özündən sonra çatar-çatmaz feil gəlibdir, qoymuruq. O da bir iş idi. Nə o? Özündən sonra bağlayıcı gəlib qoymuruq. C variantında özündən sonra yenə bağlayıcı gəlib qoymuruq. Cümlə üzvləri ilə bağlı testi o həll edə bilmədi. Burada da kim o, kim sualına cavab verir, həll edə bilmək feildir, qoymuruq. Yəni özündən sonra feil gəlib qoymuruq. O şəhərdə yaşayan dostunu gördü. Kim o? Bir də o şəhərdə yaşayan dostu. Hansı şəhərdə? İki cürə düşünə bilirik. Cavabımız olur Y variantı. 16. Nümunələrin birində vergül düzgün qoyulmamışdı. Anam cümə günü samovar odlayar, ocaq qalardı. Nə edərdi? Odlayardı, nə edərdi? Qalardı. Burada odlayardı, qalardı, həmçinin süzülərdi. Odlayardı sözündən sonra vergülün qoymaq düzgündür. O, şəxsi mənfəəti üçün çox çalışırdı. Kim o? Kim sualına cavab verir? Özündən sonra da sifət gəlibdir. Burada düzgündür. Yaxşı, biri Bəkirdir, bəs biri kimdir? Yaxşı modal sözdür, vergül qoyulmalıdır. Bəkirdir. Burada bir cümlədir. Yəni artıq mürəkkəb cümləni ayırır, ona görə vergül qoyulmalıdır. O yəqin ki modal söz olduğuna görə hər iki tərəfindən vergül olmalıdır. O biri ağsaqqalın da saqqalı tərpəndi. Hansı ağsaqqalın? Burada hansı sualına cavab veririk deyə vergül olmamalıdır. Cavabımız Y variantıdır. 17. Hansı cümlədə vergül düzgün qoyulmamışdı? Bu qadın sizin yoldaşınız deyilmi? Hansı qadın? Elə buradadır, çünki hansı sualını vermiş oluruq. Hə, dayıoğlu. Dayıoğlu xitabdır. Xitabda işlənəndə hər iki tərəfindən vergül qoyuruq. C variantında doğrudan da modal sözdür, hər iki tərəfdən vergül qoyuruq. Bu dostumun bağışladığı kitabdır. Nə bu? Nə sualına cavab verir? Özündən sonra isim gəlir, vergül qoyuruq. Bu oruca məhkəmədə 15 il həbs cəzası kəsilən günü baş verdi. Nə bu? Nə sualına cavab verir? Özündən sonra isim gəlir, yenə qoyuruq. Cavabımız A variantıdır. 18. Hansı nümunədə o əvəzindən sonra vergül qoyula da bilər, qoyulmaya da bilər. O bağa gedirdi. Bağa gedirdi. Kim o? Kim sualına cavab verdi? Bir də o bağa gedirdi. Hansı bağa gedirdi? İki cürə düşünə bilirik. Cavabımız A variantıdır. B variantında o bunu bilmədi. Odan sonra əvəzlik gəlib, burada vergül olmaz. C variantında o kim sualına cavab verir, özündən sonra zərf gəlir. Burada vergül olar. Amma yəni yalnız olar, olmama məqamı yoxdur. Mən səndən o qələm, hansı qələm burada olmaz. O ağlıqdan bir qəribə aydınlıq da, o ağlıqda, nədə ağlıqda, hansı ağlıqda, o ağlıqda burada da olmaz. Cavabımız A variantıdır. 19. Hansı cümlədə vergül düzgün qoyulmuşdu? O kitab oxuyurdu. O kim sualına cavab verir, özündən sonra da isim gəlibdir. Demək burada vergülün qoyulmağı düzgündür. Nailə o vaxtdan nə zaman sualına cavab verir? O əhvalatı, hansı əhvalatı qoymuruq? O nə yaxşı gəldi. Demək, kim sualına cavab verir, amma özündən sonra ədat gəldiyinə görə qoymuruq. O bir otağa yürüdüm. Hansı otağa, hansı sualına cavab verdiyinə görə qoymuruq. 20. Cümlələrin birində o əvəzindən sonra vergül qoyula bilər. O mənimlə 3 ildir 2 zavodda işləyir. Burada qoymarıq, çünki əvəzlikdən sonra əvəzlik gəlib. Mən çağırdım. O eşitmədi. Odan sonra feil gəlib deyə qoymarıq. O dərnəyin üzvüdür. O, kim o? Bir də o dərnək. Hansı dərnək? İki cürə düşünə bilirik. Cavabımız C variantıdır. O bina bu il istifadəyə verilib. Hansı bina? Hansı sualını veririk? O məktəbin binası. Hansı məktəbin? Bu da hansı sualına cavab verir. Cavabımız C variantıdır. Hansı cümlədə o əvəzindən sonra vergül qoyula da bilər, qoyulmaya da bilər. O büllür çeşməsindən hansı büllür çeşməsindən? Demək, burada hansı sualını verir, qoymuruq. Yox, o uda bilməz. Kim o? Kim sualına cavab verir, amma özündən sonra feil gəlir deyə qoymuruq. O binanın qabağında dayandı. Kim o? Kim sualına cavab verir. Bir də o binanın qabağında. Hansı binanın? İki cürə düşünə bilirik. Nədir o mənalı? Hansı mənalı? Burada hansı sualını veririk, qoymuruq. O dayandı. O kim sualını versə də özündən sonra feil gəldiyinə görə qoymuruq. Cavabımız C variantıdır. 22. Hansı cümlədə o əvəzindən sonra vergül qoyula da bilər, qoyulmaya da bilər. A variantında qoyulmaz, çünki o'dan sonra əvəzlik gəlib.
B variantında o yenə də yem gətirmək üçün yuvasından aralandı. O kim sualına cavab verib özündən sonra zərf gəlib. C variantında o deyəsən bizi başa düşmədi. Burada vergül qoyulmalıdır çünki deyəsən modal sözdür. O bunu yaxşı bilirdi. Burada qoyulmamalıdır çünki odan sonra əvəzlik gəlib. O nağılı çox maraqla danışardı. Biri var o danışardı. Kim o? Bir də o nağıl. Hansı nağıl? İki cürə düşünə bilirik. Cavabımız Y variantıdır. 23. Hansı cümlədə o əvəzliyindən sonra mütləq vergül qoyulmalıdır? Yəni demək ki, şəxs əvəzliyi olmalıdır. O gəmi dənizin o biri sahilinə tərəf üzürdü. Hansı gəmi? O nəhayət mənimlə həmfikir olduğunu bildirdi. Kim o? Və özündən sonra da modal söz gəldiyinə görə burada mütləq qoyulur. C variantında o qalxıb feildir, qoymuruq. O kitabı Turana verən kimi qaçıb getdi. Hansı kitabı? Belə də deyə bilərik. O məktəbin həyətinə addım-addım dolaşdı. Hansı məktəbin? Cavabımız demək olur B variantı. 24. Hansı nümunədə o əvəzindən sonra vergül işarəsindən istifadə qaydası düzgündür? O şam kimi yanır. O kim o? Özündən sonra da isim gəlir, düzgündür. O şam da tək yanır. Hansı şam? Hansı sualını verdik, bunu çıxırıq. O bayram şamıdır. Nə o? Özündən sonra da isim gəlib, götürürük. O da şam tək yanır. Özündən sonra demək bağlayıcı gəlib, bunu götürmürük. Cavabımız olur D variantı 1 və 3. 25. Hansı cümlədə o əvəzindən sonra vergül qoyula bilər? O oxuyarkən A variantında özündən sonra feil gəlib qoymuruq. O bizimlə meşəyə getmişdi. Kim o? Amma özündən sonra əvəzlik gəlir, qoymuruq. O söhbətə çox həvəslə başladı. Kim o? Bir də o söhbətə, hansı söhbətə? İki cürə düşünə bilirik. Demək cavabımız elə C variantıdır. O ki yaxşı oxuyurdu. Özündən sonra ki ədatı gəlib qoymuruq. O məktəbdə qardaşım oxuyub. Hansı məktəbdə? Burada da qoymuruq. Cavabımız C variantı oldu. 26. Hansı nümunədəki o əvəzliyini həm şəxs, həm də işarə əvəzliyi kimi düşünmək olar? O məktəbdə hamının sevimlisi idi. Kim o? Bir də hansı məktəbdə? Cavabımız elə olur A variantı. O heç kimlə məsləhətləşmədən getmişdi. O kim sualına cavab verir, özündən sonra əvəzlik gəldiyinə görə qoymuruq. O adamla hansı adamla? Hansı sualını verdiyimizə görə qoymuruq. O yanı taxta, bu yanı taxta. Hansı yanı? Qoymuruq. O qələmi mən kiçik bacıma almışam. Hansı qələmi? Burada da qoymuruq. 27-ci sual. Hansı cümlədə o bu əvəzliyindən sonra vergülün qoyulmasında səhv var? O 11-ci sinifi bu il qurtaracaq. Kim o? Kim sualına cavab verir, özündən sonra say gəlir. Düzgündür. Bu, ailənin mehribanlığı başqalarına da nümunədir. Hansı ailənin? Hansı sualını veririk? Demək, burada vergül olmamalıdır. O üç bacının böyüyüdür. Kim o? Özündən sonra say gəlib qoyuruq. O, özündən sonra modal söz gəlib qoyuruq. Bu, indicə çəkdiyim rəsmlərdən biridir. Nə bu? Nə sualına cavab verir? Özündən sonra da zərf gəlir, qoyuruq. Cavabımız olur B variantı. 28. Hansı cümlədə mübtəda vəzifəsində işlənən o əvəzindən sonra vergül qoyulmalıdır? Burada qoyulmalıdır deyir. O gəlib çatanda kim o? Amma özündən sonra feil gəlir, qoymuruq. O ancaq sənə inanır. Kim o? Amma özündən sonra ədat gəldiyinə görə qoymuruq. O bir söz dedi mi? Kim o? Demək, burada kim sualını veririk. Özündən sonra da say gəlir, qoyuruq. O çayı keçmək hansı say? Olmur. O həmin adamdır. Kim o? Amma özündən sonra əvəzlik gəlir, olmur. Cavabımız C variantıdır. 29-cu sual. Hansı cümlədə mübtəda vəzifəsində işlənən bu əvəzindən sonra vergül qoyulmalıdır? Bu yalnız A variantında olmaz, çünki özündən sonra ədat gəlib. Bu, indi çox yaxşı oxuyur. Kim bu? Özündən sonra da zərf gəlib, burada qoyuruq. Bu kəndin axşamları, hansı kəndin? Qoymuruq. Bu, sənin üçün aldığım kitabdır. Nə bu? Özündən sonra əvəzlik gəlib, qoymuruq. Bu tələbənin sözləri, hansı tələbənin? Burada da qoymuruq. 30. Cümlələrin birində o əvəzindən sonra vergül qoyula da bilər. O artıq bizi çox narahat edir. O kim? Özündən sonra ədat gəlir, qoymuruq. O meşəyə doğru qaçırdı. O kim o? Demək, bir də o meşəyə doğru. Burada demək iki cürə düşünə bilirik. O meşəyə doğru qaçırdı. Kim o? Bir də o meşəyə doğru. O təbii ki bunu bilirdi. Burada mütləq qoymalıyıq, çünki özündən sonra modal söz gəlib.
O günləri hansı günlər deyirik, qoymuruq. O ən yaxın dostumdur. Kim sualına cavab versə də özündən sonra ən ədatı gəldiyinə görə qoymuruq. Cavabımız B variantıdır. 31. Duruq işarəsinin səhv işləndiyi cümlələri müəyyən edin. Bu keçmiş sədrdir. Bu kim bu? Keçmiş hansı? Fe'li sifət gələndə qoymaq olur. Bir düzdür. Bu zalım fələk hansı zalım fələk? Hansı sualına cavab verirsə qoymuruq. Bu dildədir. Hansı dildədir? Qoymuruq. Bu axı. Axı özündən sonra nə gəlib? Ədatdır. Ona görə qoymuruq. Bu güman ki, burada güman ki modal söz olduğuna görə qoyuruq. 32. Duruq işarəsinin səhv işləndiyi misraları müəyyən edin. Dəxi kim qaldı Xudaya bu vilayətdə? Hansı vilayətdə? Burada hansı sualını veririk? Burada əslində vergül qoyulmamalıdır. O həsrətlə baxdı körpəyə. Baxdı kim o? Özündən sonra da zərf gəlib. Burada demək düzgündür. Çəkdi o yerlərə, hansı yerlərə, hansı sualını vermişsə qoymuruq. O torpaq istədi. Kim o? Özündən sonra da isim gəlir. Burada düzgündür. Ofcu insaf elə keçmə bu düzdən. Hansı düzdən? Burada bundan sonra vergül qoyulmamalıdır. 1, 3 və 5. Bugünkü test izahımız bu qədər. Sağ olun, növbəti izahlarda görüşənədək.